Hər vaxtınız xeyir əziz müəllimlər. Bugün 24 iyun sertifikasiya imtahanında müəllimlərə ünvanlanan bir neçə sual ətrafında danışacağım. Əvvəl olduğu kimi bugün də formativ qiymətləndirmə, sinifin effektiv idarə olunması, effektiv rəy, idrak taksonomiyası, inteqrasiya haqqında suallarımız olubdu. Ümumiyyətlə müəllimlər suallardan çox razılıq edirdi. Yəni metodika ilə bağlı olan suallardan çox razılıq edirdi. Yəni onlar da deyirdilər ki, etiraf edirdilər ki, suallar çox rahat idi. Sadəcə olaraq kimya fənnindən ixtisas suallarımız çətin olub, müəllimlər çətinlik çəkibdi. İlk öncə deməli formativ qiymətləndirmə haqqında danışaq. Formativ qiymətləndirmə deməli şagirdin məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək və bu prosesdə şagirdlərin qarşısına çıxan çətinlikləri müəyyən etmək, onları aradan qaldırmaq məqsədi ilə aparılır. Şagirdi hədəfə, məqsədə çatdıran qiymətləndirmədir formativ qiymətləndirmə. Şagirdin fəaliyyətini izləyən qiymətləndirmə formativ qiymətləndirmədir. Formativ qiymətləndirmənin vacib xüsusiyyətləri var. Deməli, təlim məqsədlərinə uyğun olması, effektiv əks-əlaqənin olması, davamlı müşahidənin olması və qiymətləndirmə meyarlarının olmasıdır. Formativ qiymətləndirmə yeganə qiymətləndirmədir ki, yəni bu qiymətləndirmədə həm müəllim şagirdi qiymətləndirir, həm şagird özünü qiymətləndirir, həm də ki, yoldaşını qiymətləndirir. Biz formativ qiymətləndirmədə şagirdi meyarlarla qiymətləndiririk, kəmiyyətlərlə yox. Deməli, formativ qiymətləndirmənin dedik ki, vacib xüsusiyyətlərindən biri də effektiv əks-əlaqənin olmasıdır. Rəyin növlərini artıq biz bilirik. Rəyin 4 növü var. Korrektə edici əks-əlaqə, təsviri əks-əlaqə, konstruktiv əks-əlaqə və motivə edici əks-əlaqə. Korrektə edici əks-əlaqə, yəni korreksiya etmək. Bununla yadımızda saxlaya bilərik. Yəni səhvlərin düzəldilməsi. Yəni məqsəd nədir? Korrektə edici əks-əlaqənin verilmə məqsədi ondan ibarətdir ki, şagirdin proses zamanı diqqəti yayınmasın və prosesi sürətlə davam etsin. Məsəl üçün, şagird ola bilər ki, hər hansı bir məsələni işləyən zaman düstur yadından çıxır, müəllim anındaca o düsturu şagirdin nəzərinə çatdırır və yaxud da ki, oxu zamanı şagird hər hansı bir sözü səhv tələffüz edir, yəni həmin sözün doğru tələffüzünü biz şagirdə anındaca bildiririk. Bax, bu korrektə edici əks-əlaqədir. Təsviri əks-əlaqə nədir? Yəni bunu bir təsvirlə yadımızda saxlaya bilərik. Daha doğrusu, deməli, şagirdin səhvlərini, doğrularını deyirik, çatışıb-çatışmayan cəhətlərini deyirik. Əlavə heç bir fikir bildirmirik. Yəni onu səhvi düzəltmək üçün bir yol göstərilmir təsviri əks-əlaqədə. Sadəcə olaraq şagirdin çatışıb-çatışmayan cəhətləri, yəni işində uğurları, uğursuzluqları vurğulamaq üçün verilən əks-əlaqədir. Artıq şagird bilir ki, nəyi doğru edib, nəyi yanlış edibdir. Konstruktiv əks-əlaqə isə, yəni şagirdi inkişafa aparan əks-əlaqədir. Yəni burada şagirdin doğruları da deyilir, yanlışları da deyilir və o yanlışı doğruya çevirmək üçün şagirdlərə yol göstərilir. Məsəl üçün deyirəm ki, afərin, esseni düzgün yazmısan, strukturunu düzgün gözləmisən, orfoqrafiya normalarına riayət etmisən, fikrini əsaslandırmamısan. Fikrini əsaslandırsan, daha inandırıcı olacaq və yaxud da ki, fikrini əsaslandırmaq üçün nümunələr gətirsən, daha inandırıcı olacaqdır essin. Yəni, bu cür konstruktiv əks-əlaqə verə bilərik şagirdə. Motivə edici əks-əlaqə nədir? Motivə edici əks-əlaqə bu da proses zamanı şagirdə verilir. Öyrənmədə çətinlik çəkən uşaqlar üçün, özünə inamı aşağı olan uşaqlar üçün daha səmərəli olacaqdır motivə edici əks-əlaqə. Bir növ şagirdə motivasiya verən, həvəs yaradan əks-əlaqədir motivə edici əks-əlaqə. Yəni, şagirdə özünə inam formalaşır. Emosional cəhətdən şagirdi dəstəkləyir motivə edici əks-əlaqə.
Məsəl üçün deyə bilərik ki, şagird hər hansı bir deyək ki, yarışda özünə qapana bilər. Biz ona deməli özünə inam formalaşdıra bilərik. Mən sənə inanıram, mən sənə güvənirəm. Və yaxud da ki, uşaq elə tapşırığı işləyən zaman baxırıq ki, biraz özgüvənsiz bu tapşırığı işləyir. Deyirəm ki, mən sənə inanıram. Düzgün yoldasan, yaxşı gedirsən, görürsən, çalışanda daha yaxşı nailiyyət əldə edə bilirsən. Yəni bu bir növ şagirdi həvəsləndirən, şagirdə motivasiya verən əks əlaqədir. Deməli, digər sualımız sinfin effektiv idarə olunması haqqında deməli olubdu. Müəllimin tam yadında qalmayıbdı sualımız. Sadəcə sinifin idarə olunması haqqında belə deyə bilərik ki, əgər bir müəllim sinifini düzgün, effektiv şəkildə idarə etmək istəyirsə, ilk öncə sinifdə demokratik bir mühit yaratmalıdır, şagirdinə empatiya ilə yanaşmalıdır, humanist olmalıdır, şagirdinə həssas yanaşmalıdır. Yəni hər hansı bir fikri bildirərkən onu daha qabarıq şəkildə yox, şagirdini qırmadan, incitmədən, şagirdini ələ salmadan ona hər hansı bir fikri bildirə bilər. Qarşılıqlı inam şəraitində təlimi təşkil etməlidir müəllim. Şagirdinə empatiya ilə yanaşmalıdır. Onun üzündən, mimikasından hansı hisslər keçirdiyini anlamalıdır, başa düşməlidir. Və yaxud da ki, hər hansı bir fikri bildirərkən ilk öncə özünü onun yerinə qoymalıdır ki, mənə belə bir fikir desələr, mənə xoş gələrmi? Özünü qarşı tərəfin yerinə qoymağı bacarmalıdır müəllim, empatiya hissi ilə yanaşmalıdır. Müəllim şəxsi nümunə olmalıdır. Şagirdə nə isə öyrədirsə, ilk öncə onu özü sərgiləməlidir, özündə formalaşdırmalıdır ki, bu bacarıqları. Şagird də o beyində deyirik ki, güzgü neyronları var və şagird gördüyünü götürür. Müəllimdən necə xarakter görəcəksə, necə davranış görəcəksə, onu da təqlid edəcəkdir. Ona görə də şəxsi nümunə, rol model olmalıdır müəllim. Bundan əlavə sinifdə gözlənti, qayda və prosedurlarımız olmalıdır. Yəni gözlənti şagirdə ötürülən, onun fəaliyyəti ilə bağlı ötürülən bir mesajdır. Yəni biz bir şagird olaraq sizdən bunu gözləyirik. Şagird də öz hərəkətinin sərhəddini biləcəkdir ki, müəllim hansı davranışıma qədər dözümlülük nümayiş etdirəcəkdir. Müxtəlif gözləntilərimiz olur. Deməli, bir-birinizə hörmətlə yanaşın, təhlükəsizliyə riayət edin və deməli məsuliyyətli olun və yaxud da ki, digər gözləntilərimiz ola bilər. Və bu gözləntiləri biz şagirdlərə bildirərkən onu açıq, aydın şəkildə şagirdlərə anlatmalıyıq, başa salmalıyıq. Çünki birinci sinif şagirdinə məsəl üçün məsuliyyətli olun deyiriksə, hələ o uşaq məsuliyyətli olun sözünü başa düşmür, onun mahiyyətini başa düşmür. Mahiyyətini şagirdə başa salmaq lazımdır. Nə zaman məsuliyyətli oluruq? Tapşırıqlarımızı yerinə yetirəndə, dərsə vaxtında gələndə, məktəb ləvazimatlarımızı deməli daimi çantamızda daşıyanda. Yəni bu zaman məsuliyyətli oluruq. Yəni biz sizdən bunu gözləyirik. Bəzən elə olur ki, uşaqlar gəlir məktəbə, kitabını deyir müəllim yadımdan çıxıbdı kitab və yaxud da ki, qələmim yadımdan çıxıbdı. Və biz bunu birbaşa şagirdə çatdıra bilərik ki, yəni insan hər tərəfli onun öhdəsinə düşəcək hər hansı bir işi yerinə yetirəndə məsuliyyətli olur və bunu biz sizdən gözləyirik. Və yaxud da ki, bir-birinizə hörmətlə yanaşın, bir-birinizin deməli diqqətlə qulaq asın, bir-birinizin rahat işləməsinə çalışın. Yəni bax bu cür gözləntilər qoya bilərik. Qaydalar nədir? Qayda gözləntinin biraz sərtləşmiş formasıdır. Yəni şagirdə İlk öncə gözlənti veririk, gözləntini bildiririk şagirdə. Şagird 1-2 dəfə o gözləntini pozanda, məsəl üçün deyirəm ki, sizə verilən tapşırıqları vaxtında yerinə yetirin. Şagird 1 dəfə, 2 dəfə tapşırığı yazmır. Bunun səbəbini şagirddən soruşuruq. Ola bilər ki, tapşırığı anlamasın, başa düşməsin. Deməli, danışandan sonra heç bir nəticə görmürüksə, valideynlə danışa bilərik. Valideynlə danışandan sonra yenə nəticə görmürüksə, artıq biz qaydaya çevirə bilərik bu gözləntini. Yəni, uşaq artıq bilir ki, qaydanın müsbət və mənfi tərəfləri var. Mükafatı, cəzası var.
qaydaya əməl edəndə məni nələr gözləyir, əməl etməyəndə məni nələr gözləyir. Deməli, artıq məsəl üçün necə cəzalandıra bilərik şagirdi? Tapşırığı işləməyibdisə, sinifdə saxlayıb tapşırığı işlədə bilərik və yaxud da ki, şagird qəsdən yazmırsa bu tapşırığı, səhlənkarlıq edirsə, ona oxşar əlavə 1-2-3 dənə də tapşırıq verə bilərik. Yəni bizim verdiyimiz o cəzalarda həmin o qaydaya uyğun olmalıdır ki, şagird oradan bir nəticə çıxarsın ki, mən bunu etməsəm məni nələr gözləyəcəkdir. Prosedurlar da fəaliyyətlə bağlıdır. Deməli, sinifdəki fəaliyyətlərin ardıcıllığı, sinifdə hansı fəaliyyətləri icra edirik? Deməli, biz sinifə ilk öncə daxil oluruq və yaxud da ki, tapşırıq işləyirik, qrup işi işləyirik, summativ işləyirik. Summativ işləyəndə, yəni bitirən zaman vərəqləri ötürürük müəllimə. Biri var ki, qarışıqlıq olsun, hamı gətirsin summativ vərəqlərini masanın üzərinə qoysun. Yəni bu zaman sinif qarışacaq, aləm bir-birinə dəyəcək, amma prosedur bu fəaliyyətlərin ardıcıllığını tənzimləmək üçündür. Yəni mən bir işi bitirəndə bunu necə edəcəm? Hansı ardıcıllıqla edəcəm? Müəllimdən kömək istəyəndə nə edəcəm? Elə uşaq var ki, indi bizim qaydamız, prosedurumuz olmasa, şagird tapşırığı başa düşmür, əlini qaldırmadan çağırır. Ay müəllim, mən bunu başa düşmədim. Beləcə sinifdə deməli xaotik səs-küy olacaqdır. Deməli ardıcıllıq pozulacaq, şagirdin diqqəti yayınacaq. Ona görə də biz bu fəaliyyətlərin ardıcıllığını şagirdlərə öyrətməliyik. Yəni dərsə gecikib, şagird məsəl üçün deyək ki, sinifə gecikəndə deməli sinifə necə daxil ola bilərik? Biz qapını döyürük, müəllimin işarəsini gözləyirik və keçib yerimizdə əyləşirik. Yəni biri var ki, şagird deməli dərsə gecikir, müəllim onu lövhənin qarşısında saxlayır, danlayır. Yəni bu qaydanın, prosedurun olmamasından irəli gəlir. Deməli, sinifdə ardıcıllığı, fəaliyyətləri düzgün şəkildə ardıcıllıqla yerinə yetirmək üçün biz prosedurlardan istifadə edirik. Prosedur sırf deməli bu fəaliyyətlərlə bağlıdır. Fəaliyyətləri necə edə bilərəm? Sonra rəy haqqında, yəni effektiv əks əlaqə. Effektiv nədir? Müsbət təsirini göstərən. Yəni bir rəy nə zaman effektiv olacaq? Şagirdi inkişafa aparan zaman effektiv olacaq. Şagirdə müsbət təsir edən zaman effektiv olacaqdır rəy. Biz rəyin effektiv olması üçün vaxtında verməliyik rəyi şagirdə. Rəyimiz şagirdin fəaliyyətinə yönəlik olmalıdır, şəxsiyyətinə yox. Yəni afərin, sən ağıllısan, sən zəkalısan, sən hamıdan güclüsən. Yəni bu cür rəy vermək şagirdi qapalı düşüncə tərzinə aparır. Rəy gələcəyə yönəlik olmalıdır, keçmişə yox. Yəni biri var deyirəm ki, tapşırıqları səhv etmisən, gərək doğru edərdin. İndi şagird yazıq, o tapşırığı bilsəydi doğru yolunu edərdi. Mən ona yol göstərməliyəm, gələcəyə yönəlik olmalıdır. Şagirdin səhvlərini də, düzlərini də deyirəm, səhvləri doğruya çevirmək üçün nə etmək lazımdır, yol göstərirəm. Artıq şagird gedib həmin səhvi düzəldəcək. İnkişafa aparacaqdır şagirdi bu rəy. Gələcəyə yönəlik rəy. Ona görə deyirik ki, bu rəy gələcəyə yönəlik olmalıdır. İnkişaf ediriksə bu gələcəyə yönəlik olacaqdır. Amma şagird səhvini düzəltməyi bilmirsə, bu heç cür gələcəyə yönəlik olmur. Keçmişə yönəlik rəy olacaqdır. Rəy həssaslıqla şagirdə çatdırılmalıdır. Biz elə demokratik mühitin qurulmasında da dedik ki, müəllim şagirdə həssas yanaşmalıdır. Verdiyimiz rəy qırıcı olmamalıdır. Şagirdə toxunmamalıdır. İlk öncə müsbətlərdən başlamalıyıq biz. Müsbətlərini qeyd eləməliyik. Mənfidən başlasaq, o sonrakı dediyimiz müsbət şagirdə heç bir müsbət təsir etməyəcəkdir. Ona görə də ilk öncə müsbətlərdən başlamalıyıq. Ola bilər ki, şagird tapşırığın hamısını səhv eləsin. Yəni biz orada da bir müsbət axtara bilərik. Cəhdini dəyərləndirə bilərik şagirdin. Rəyimiz müqayisə xarakterli olmamalıdır. Yəni sən hamıdan güclüsən, bu bacarığın səni hamıdan güclü edir, daha çeviksənsən. Yəni burada bir rəqabət var, burada bir müqayisə var. Ona görə də
biz şagirdə rəy verərkən bu nüanslara diqqət yetirməliyik. Və verdiyimiz rəy şagirdi məqsədə doğru inkişaf elətdirməlidir. Yəni, məsəl üçün deyirəm ki, afərin, 2 rəqəmli ədədin 1 rəqəmli ədədə vurulması ilə bağlı tapşırıqların 5-ini düz eləmisən, 3-ünü, məsəl üçün deyək ki, işarə səhvinə yol verdiyin üçün səhv etmisən. Gələn dəfə bu cür tapşırığı işləyəndə daha diqqətli ol. Bu sənə tapşırığı doğru yerinə yetirməyə kömək edəcəkdir. Deməli, daha sonra idrak taksonomiyası ilə bağlı suallarımız olubdur. Məsəl üçün, biologiya fənnindən sualımız necə olub? Müxtəlif canlı orqanizmlərin hüceyrə quruluşunu müqayisə edərək onların funksional fərqlərini izah edin. Deməli, burada şagird canlı orqanizmlərin hüceyrə quruluşunu müqayisə edəcəkdir. Funksional fərqlərini izah edəcək. Bu, idrak taksonomiyasının anlamaq mərhələsidir. Şagird hər hansı deyək ki, 2 canlını fərqləndirirsə, 2 canlı arasında müqayisə aparırsa, öz fikirlərini ümumiləşdirib izah edəcəksə, öz sözləri ilə izah edirsə, nümunələr gətirirsə, əlbəttə ki, bu taksonomiyanın anlamaq mərhələsinə aid olacaqdır. Və yaxud da ki, deməli, hər hansı bir hadisənin səbəbini izah edəcəksə, yenə də burada anlamaq mərhələsi olacaq. Daha sonra xəstənin əlamətlərinə əsasən onda hansı xəstəliyin olduğunu müəyyənləşdirin. Deməli, bu da taksonomiyanın tətbiq etmək mərhələsidir. Əgər soruşulsa ki, nə üçün bu fikrə gəldiyinizi əsaslandırın, artıq bu idrak taksonomiyasının təhlil etmək mərhələsi olacaqdır. Çünki şagird bu fikrə fakta görə gələcəkdir. Yəni, fakta dayanıqlı olacaqdır onun əsaslandırması. Fakta görə, yəni oradakı o xəstənin əlamətlərinə görə fikrini əsaslandıracaq. Bu isə, deməli, idrak taksonomiyasının təhlil etmək mərhələsinə aid olacaqdır. İnteqrasiya haqqında sual olubdur. Yəni, müəllimlərin tam yadında qalmayıb inteqrasiyaya aid sual. Biz bilirik ki, artıq şagird hər hansı bir deyək ki, araşdırma aparırsa, bir sözlə sinifdən kənara çıxmırsa, məsəl üçün, suallarda da bilinir. Təsəvvür edin ki, siz deyək ki, informatika günü tədbiri keçirirsiniz və yaxud da ki, siz həkim laborantsınız. Artıq burada situasiya şagirdə təqdim olunur. Şagird o situasiya üzərindən hər hansı bir fəaliyyət icra edəcəkdirsə, burada fənlər arası inteqrasiya götürəcəyik. Fənüstü inteqrasiya nə zaman olacaq? Şagird bir layihə hazırlayırsa, layihə çərçivəsində hər hansı bir işləri görürsə, orada araşdırma aparacaqdırsa, orada eksperiment aparıb yeni nələrisə hazırlayacaqdırsa, yeni bir layihə hazırlayacaqdırsa, artıq bu fənüstü inteqrasiya olacaqdır. Amma sinifdən kənara çıxılmırsa, sadəcə araşdırma aparırsa şagird, bu fənlər arası inteqrasiya olacaqdır. Yəni, həmişə də fənlər arası inteqrasiya olmur. İndi bəzən fəndaxili və fənlər arası inteqrasiya olacaq. Fəndaxili inteqrasiyanı da müəyyən eləmək üçün biz öz fənnimizin məzmun xəttlərini dəqiq bilməliyik. Hansı məzmun xətti şagirddə hansı bacarığı formalaşdırır və bu bacarıqları bir-biri ilə əlaqələndirməyi bilməliyik bir fən müəllimi olaraq. Yəni, bu zaman artıq biz buradakı inteqrasiyanı görəcəyik. Və yaxud da ki, bu fən daxili üfüqi inteqrasiyadır. Şagili inteqrasiya isə siniflər arasında əlaqələndirmədir. Yəni, məsəl üçün, deyək ki, 8-ci sinifdə keçdiyimizi biz 7-ci siniflə əlaqələndiririksə, o boşluqların olmaması üçün bu fən daxili şagili inteqrasiya olacaqdır. Belə müəllimlər, deməli, sabah imtahanda iştirak edəcək fizika, informatika müəllimlərinə uğurlar diləyirəm. Hər birinizə bol şans, zehin açıqlığı arzulayıram.